Elhamdülillah. Bəzi qardaşlar deyirlər ki, bəzi adamlar ehtiyac sahiblərinə kömək, yardım edəndə bezirlər və s. Ümumiyyətlə, bu məsələdə mövqeyi necə olmalıdır? Bilirsiniz, qardaşlar, ümumiyyətlə, xeyirli əməllərdə bezmək düzgün deyil. Əksinə, insan xeyirli əməllər görəndə daha da həvəslənməlidir. Çünki sən bir adama ki, kömək edirsən, adama daxildə onun ayrıca bir ləzzəti var. Adam onu hiss edir daxilində. Ləzzət alırsan. Amma bezmək yaxşı əlamət deyil. Yaxşı əlamət deyil o. Əksinə, Allah Teala buyurur, və əhsinu. Yəni, yaxşı əməlləri görün. İnnəllahi yuhibbul muhsinin. Allah Subhanahu taala yaxşı əməlləri, ehsan edənləri sevər. Allah sevir. Demirik, bəziləri kimi, yox, sevmir, yox. Allah sevir, əlhamdülillah. Allah sevir yaxşı əməl sahiblərin. Ona görə bir fürsətdir, fürsətdən istifadə edir. Əgər imkanı olanda, nəinki maddi, hətta fiziki imkanı olanda, yəni sözlə, əməllə, pulla, maddi cəhətdən, əlhamdülillah, istifadə elə. İstifadə elə, savab qazan. Allah Subhanahu taala xoşlayar o qulu ki, əməli az olsun, amma daimi olsun. Daimi əməl hətta az olsa Allah Teala xoşlayır, sevir o qulu. Və təsəvvürlə, daimi olsa, əməli çox olsa necə? Ona görə, yəni, xeyirli işlərdən, ümumiyyətlə, savab işlərdən, Allaha yaxınlaşdıran əməllərdən bezmək olmaz, düzgün deyil. Bezmək yaxşı əlamət deyil. Bu qədər.